layihə üzrə görüşürük. Bugün tanınmış şəxsiyyətlər layihəsində Azərbaycanın böyük alimi, tarixçi, Sovet İttifaqı qəhrəmanı, görkəmli xadim Ziya Bünyadov haqqında məlumat verəcəyik. Əlbəttə ki, siz təqdimatları hazırlamışsınız, bizdən daha çox məlumatlısınız, amma bir tarixçi kimi öhdəmə düşəni yerinə yetirim. Ziya Bünyadov Lənkəranda görkəmli bir ailənin, belə deyək də, bir neçə 13-cü şəcərə deyilir, uşaqlar, şeyx, müsəlman dininə xidmət etmiş görkəmli bir ailənin övladı olur və bura köçmüş bir Rus ailəsindən olan bir xanımla olan atası ailə qurur və belə bir ailədə Ziya Bünyadov anadan olur. Onun gələcək təhsilində də babasının, atasının ərəb dininə olan marağı, onun təhsilində gözəllik təxəssüsüdür. Bakı Dövlət Universitetində uzun müddət kafedra müdürü olub, uzun müddət mühazirələr oxuyub, amma deyir ki, mən Ziya Bünyadovdan öyrəndim. Təsəvvür ki, Ziya Bünyadov necə böyük alim. Və Mehman müəllim qeyd edir, Ziya Bünyadov məşhur 91-lərləndir. Azərbaycan tarixində yeganə adam Ziya Bünyadovdur ki, 91-lər hamısı vəzifə alır. 91 nəfər 93-cü ildə Heydər Əliyev teleqram qurumunu Azərbaycana dəvət edir. Həmin adamların içində ən adi adam belə məktəb direktoru olur. Yeganə adam Ziya Bünyadov ki, vəzifə alınır. Ziya Bünyadov bircə parlamentə seçilir, onda yarımçı qoydular 97-ci ildə Ziya Bünyadov Mehman müəllim evinin qarşısında